Əsl imtahan suallarına daha sonra gördüm ki, oxşar bir suallar deyil, daha qəliz formada suallar idi. Mən sınavdan hardasa 500-ə yaxın bal yığmışdım. Əslində 400 heç olmadı. Qəbul imtahanlarına hazırlaşan abituriyentlər mütəmadi olaraq sınaqlarda iştirak edirlər. Bunun üçün də yüksək məbləğdə ödənişlər olunur. Lakin abituriyentlər iddia edirlər ki, sınaqda toplanan ballar qəbul imtahanları ilə demək olar ki, eynilik təşkil etmir. Bəzən hər iki test nəticələri arasında 100-150 bal fərqi yaranır. Məsələn, sınaqlarda 450-500 bal toplayan şagirdin qəbul balı 300-350 aralığında olur. Sualların çətinlik səviyyəsi nəticələrə birbaşa təsir göstərir. Ancaq bu imtahanlar arasında ciddi fərq görmədiyini deyənlər də var. Əsl imtahan suallarına daha sonra gördüm ki, oxşar bir suallar deyil, daha fərqli formada, daha qəliz formada suallar idi. Əsl imtahanda nisbətən daha çətin idi. Yəni demək bizim pul verib girdiyimiz imtahan nisbətən daha asan düşürdü və biz ümidlənirdik və hazırlıq mərhələmizi ona görə hazırlayırdıq. Yəni ki, bizim levelimiz, səviyyəmiz budur və biz bu bal toplayacağıq hardasa, amma realda gəlib daha az nəticə olurdu, təəssüflər olsun. Mən sınavdan hardasa 500-ə yaxın bal yığmışdım. Əslində 400 heç olmadı. Mənim getdiyim sınaq imtahanları ilə normal getdiyim imtahanda belə deyim, hətta sınaq imtahanı daha çətin olurdu, nəinki normal imtahanımız. Məsələn, mən imtahana gedirdim, yığırdım 150, 160, həqiqi imtahanda 200 bal yığdım. Özdə çox sınaqda iştirak etmişəm, belə 3 dəfə, 4 dəfə və s. Arada yəni maksimum bal fərqi, öz imtahanında yığdığım bal fərqi, yəni 10 falan idi yəni. Təhsil məsələləri üzrə ekspert Səbuhi Abdullayev deyir ki, əsasən özəl kursların təşkil etdikləri sınaq imtahanları Dövlət İmtahan Mərkəzinin qəbul testlərindən fərqlənir. Ekspert bildirir ki, müstəqil platformalar testləri özləri tərtib edirlər. Onlar da Dövlət İmtahan Mərkəzinin proqramını yaxından bilmədikləri üçün fərq özünü açıq-aydın hiss etdirir. Keçirilən testlərin Dövlət İmtahan Mərkəzinin bazası olmaması, eyni zamanda onların müstəqil ekspertlər tərəfindən qiymətləndirilməsi ilə salınan testlərin təbii ki, bəzi testlərdə həm çətinlik səviyyəsi baxımından, həm də uyğunsuzluq baxımından aşkarlandığına görə müəllimlər də ciddi şəkildə narahatlığını bildirirlər. Bu təbii ki, şagirdlərin də göstərdiyi bal fərqlərinə görə kifayət qədər fərqlənir. Nəinki digər sınaq imtahanlara getdiyi zaman onlar arxayın olurlar ki, balları kifayət qədər var və özlərinin biliklərinin zəif olduğu yerdə dəqiq aşkarlaya bilmirlər və sonunda imtahanı öz mənfi nəticəsini göstərir. Dövlət İmtahan Mərkəzindən bildirildi ki, qurum tərəfindən kağız daşıyıcılar vasitəsilə il ərzində cəmi bir dəfə sınaq imtahanı keçirilir. Bu sınaq imtahanı da qəbul imtahanlarının ikinci mərhələsi, yəni ixtisas qrupları üzrə təşkil olunur. Yəni, buraxılış fənləri üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı sınaq yoxdur. Müstəqil imtahan platformaları tərəfindən təşkil olunan sınaqlara isə Dövlət İmtahan Mərkəzi nəzarət etmir. Bu imtahanın modeli, eyni zamanda onun proqramı, imtahanın çətinliyi, bu qəbul imtahanı